Allahın haqqıdır tövhid. Uca Allah buyurur ki: "Va'budullaha ve la tuşriku bihi şey'a." Allah'a ibadət edin, ona heç bir şeyi şərik qoşmayın. Allah Subhanahu taala 10 dənə haqq getirir. O haqqlardan birincisi elə tövhiddir. Allah'a ibadət edin, ona heç bir şey şərik qoşmayın. Valideynlərinə yaxşılıq edin, qohumlara yaxşılıq edin. 10 dənə haqq var, ən başında tövhidi getirir. Muaz radiyallahu buyurur ki: Peyğəmbər sallallahu əleyhi və səlləm mənə dedi ki: "Ey Muaz, bilirsənmi Allahın qulları üzərində olan haqqı nədir və qulların Allah üzərində olan haqqı nədir?" Allahın qulları üzərində olan haqqı, qulların Allaha ibadət etməsi, ona heç bir şey şərik qoşulmasıdır. Və qulların Allah üzərində olan haqqı isə Allaha şərik qoşmadığı halda Allahın onlara əzab verməməsidir. Bu da onu göstərir ki, Allah Subhanahu taala qulların üzərində olan haqqını göstərir. O da tövhiddir. Ona ibadət etmələri, ona heç bir şeyi şərik qoşmamalarıdır. Tövhid baxımından bizim üzərimizə düşən böyük bir məsələ var. Birincisi tövhidi öyrənmək, ikincisi onu sevmək, onun əhlini sevmək, tövhid əhlini sevmək. Ona əməl etmək, onun üzərində sabit olmaq, onu pozan məsələlərdən uzaq durmaq və onu insanlara yaymaq. Ona görə tövhid insanı xilas eləyir.